FCR bir quş sürüsünün yeminin canlı çəkiyə çevrilməsinin bir göstəricisidir. Bu göstəricilər nədən asılıdır? FCR quşların yediyi yemlə nə qədər aldığı çəkini göstərən bir göstəricidir. Buna misal çəkmək olar. 10.000 kilo yem yedirilibsə təsərrüfatda, 14.700 ət alıbsa, bu o deməkdir ki, 1,47% FCR alıbdır. FCR təsərrüfatda nə qədər aşağı olsa, bir o qədər rentabelini hesab olunur. FCR-in yaxşı aşağı alınması üçün təsərrüfatda aşağıdakı amillərdən çox şey asılıdır. Məsələn, yem nə qədər keyfiyyətli olsa, cücə bir o qədər tez inkişaf edir. Yemin keyfiyyətinə aiddir, yemin tərkibi, balanslaşdırılması, yəni enerji-protein balansı düz tutulmalıdır. Bu halda inkişaf düzgün gedir. Yemin rasionunun tərkibi balanslı olmalıdır. Burada mineral, vitamin balansı düz tutulmalıdır. Bu da cücənin inkişafında böyük rol oynayır. Yemin fiziki forması pallet şəklində ya da qranul şəklində olmalıdır. Cücə həm bu yemlər tez həzm olur, ancaq toz şəklində olan yemlərdə itkilər çox olur və cücənin həzmində də problem yaranır. Sürünün sağlamlıq vəziyyəti o deməkdir ki, sürüdə zəif quşlar zəif yerirlər, çəkidən geri qalırlar. Ona görə də quşlar ayrılıb, ayrıca yemləməlidirlər. Bioloji təhlükəsizlikdə küməsə kənardan gələn insanlar girməməlidir, ayaqqabıları dezinfeksiya olunmalıdır, paltarları dəyişilib, ancaq bundan sonra küməsə girə bilərlər. Damın təmizliyi və dezinfeksiyası normal aparılmalıdır ki, küməsdə olan xəstəliklər hamısı məhv olunsun. Əgər bu düzgün aparılmayıbsa, problem yarada bilər. Klinik və subklinik xəstəliklər deməli, cücə sağlam görünə bilər, ancaq çəkidə geri qalması müşahidə olunur. Bunu da aydınlaşdırıb tədbirlər görülməlidir. Küməsdə temperatur eyni olmalıdır. Çünki isti olanda və yaxud soyuq olanda cücə istədiyi yemi götürə bilmir və çəkidə geri qalır. Su küməslərdə mikrobsuz, pH-ı normal olan sudan istifadə olunmalıdır. Hətta insanın qəbul etdiyi sudan həmən cücələrdə verilməlidir. Havalandırma küməslərdə deməli ilk gündən aparılır. Küməsin içinə təzə hava daxil olmalıdır. Karbon tərkibli hava da küməsdən xaric olunur. Bu zaman cücələr özlərini yaxşı hiss eləyir, yemə suya yaxşı gedirlər və nəticədə sağlam çəki alırlar. İşıqlandırma quşların hərəkətini, inkişafını geriyə sala bilər. Normal işıqlandırma, normal lüks olduqda cücə stres keçirtmir və yemə suya normal gedir. Nəticədə çəki alınır. FCR təsərrüfatda sadəcə bir rəqəm deyil, bu təsərrüfatın nəbzidir. FCR-i izlədikdə heç zaman təsərrüfat ziyan görmür.